Salam, necəsiz? Bugün sizlerle birlikte ikinci vlogumuz gelir. Çünkü bugün ikinci günümüzdür. Deməli, neler oldu onu da deyim. Bugün biz Gədəbəyə gedəcəyik, piknik eləyəcəyik. Piknik də yəni necə olacaq? Orada elə bir yerdir. Oturmağa yerler var. İstediğiniz bir şey aparıp piknik eləyə Belki de top da olsa, voleybol falan da oynayarıq. Hamısını sizə çəkəcəm. Deməli, indi içəridə gözəl bir dənə yemək var. Onu da sizə çəkəcəm. Həqiqətən hazırlaması süperdir. Mən də salat elədim, onu da göstərəcəm. Deməli, gedək onlara baxaq. Bugün də yenə dediyim kimi paltarımı, hazırlığımı, hər şeyi çəkəcəm, paylaşacağım. Məncə çox gözəl olacaq bugün. Deməli, burada belə gözəl yemək var. Altda yəni sıra-sırada pomidor, ət, kartoşka. Burada da belə gözəl salatımız var. Bunu da mən düzəltmişəm. İndi bunu belə sırada gözəl belə bir mis qazanda düzəltmişik. Həqiqətən yəni inşallah dadı superdir də 100% ki. Deməli, indi belə gözəl bir kombin elədim. Saçlarımı hördüm. İndi orada tam çəkəcəm. İndi evdən çıxırıq deyə çəkə bilmirəm. Başıma qırmızı şapka, belə bir kurdele, qırmızı kofta. Ağ şalvar giyindim. Bir də bu ayaqqabını götürəcəm. Çünki damaşını geyinəcəm. Bunu da götürəcəm ki, birdən gecə soyuq olar. İndi buradayıq. Bu arxadan da mənim səsim gəlir. Evdəkilər videoya baxır. Mən buradan necə ağ düşürəm. Deməli, indi vlogun içindəyik. Birazdan minəcəyik maşına. Oradan yolumuz Gədəbəyədir. Gədəbəyə çatanda sizə onu göstərəcəm. Deməli, indi burada da sizin üçün yolu çəkirəm. Burada 1-2 dəqiqədən sonrasını danışım. Deməli, Şirşir şəlaləsinə getmək istəyirdik. Hətta burada da onun yoludur. Biz ora getdəndə, yəni leysan düşdü. Sel oldu da, əməlli başlı. Ona görə də çox şey çəkə bilmədim, amma yenə də 1-2 video çəkmişəm. O qədər çox yağış olduğu üçün, həm də Şirşir şəlaləsinə getmək üçün çayın içindən keçməlisən. Çayın içində daşlar var. Əgər suyun səviyyəsi az olsaydı, biz ona basıb keçə bilərdik. Amma suyun səviyyəsi yağdığı üçün, çox olduğu üçün orada yəni bütün ayağımız su içində keçirik də. Daha sonra da əmimlə dayım tez getdikləri üçün və bizə zəng elədilər ki, gəlməyin, nə bilim, qayalar dəhşət sürüşkəndir. O qədər yağış yağırsa torpaqlar sürüşürdü. Biz də ona görə oradan qayıtdıq, mindik maşına, yolumuza devam etdik, getdik. Getdik Narzan restoranına. İndi orada da oralığı çəkmişəm. Sonra atam inmişəm, onu da paylaşacağım. Burada isə çörək almağa gəlmişdik bu təndir kürə yerinə və bu zamanda dəhşət ac olduğumuz üçün yolda elə bir kişiyə atışdırdıq. Daha sonra yenidən yollandıq Gədəbəyə. İndi gəlmişik Şirşir şəlaləsi. Bu dəqiqə çox gözəl yağış yağır. İndi kutkuları götürəcəyik, eləyəcəyik. Sonra şəkilzad çəkdirəcəm. Sizə də arada videoda başlayacağım. Çox gözəldir buralıq. Buradan. Deməli, dağlıq. Çox gözəldir buralıq. Şirşir şəlaləsinə gəlmək istədik, amma o qədər çox yağış yağdı ki, bu dəqiqə çayın içindən keçdik ora. Sadəcə əmimlə dayım getdi və dedi ki, yəni heç nə yoxdur da, dəhşətdir, yağış da yağır bir yandan, telefonun ekranı yaman gündədir. Ona görə maşına oturaq. Nə vaxt yaxşı bir yerdə düşsə, onu da açaraq. Bütün şalvarım, ayaqqabım, hər tərəfim sudur. Baxın buna. Bütün suyam, hamı da o şəkildədir. Ayaqqabını içibdir. Tez, yəni qəribə yollardan keçirik. Tez şey getməliyik maşına. Saçım bütün sudur. Gəlmişik Narzan bulağı deyə bir yerə. Çox gözəldir. Burada yağış yağır, saçım bütün sudur. Çünki ayağımız havada sudur. Dediyimiz kimi o çay tərəfdə şeydir. Elə bir Şirşir şəlaləsinə getmək üçün. Aha, deməli yağış yağdı, ayağım yaman suyundadır, amma saçım şişdi çünki su dəydi. Deməli, sizə yeməkləri göstərirəm. Yemiş, qarpız, dolğa, soflar. Daha sonra isə burada da belə gözəl
Belə gözəl yemək var. Deməli, gedirik bulaqdan su götürməyə. Əlimdə də 10 litrlik su butulkası. Gedirəm. Herkese salam. Deməli, bu ikinci günün vlogunun bitişidir. Bilirsiniz ki, hər vlogda səhər sağollaşıb paylaşıram. Çünki heç halım olmur axşam. Dünən də gəldik, gələn kimi dediyim kimi suyuduq. Saçımı qurutmama rağmen yenə buralığı burulub. Yəni bütün suyuduq, girdik, üst başımızı təmizlədik, elədik. Daha sonra da yatmışıq çünki dəhşət yorğun idik. Hələ o şırşılın çay yeri dəhşət idi. Bir də buralığa o şeyi qoyaram, videonu qoyaram. Həqiqətən necə keçmişik də. Videonun içinə qoymaq yadımdan çıxıb. Çünki videonu düzəltmişəm. Axırı sonlandırmaq lazımdır. Kanala abunə olub, like atıb, bildirimləri açmağı unutmayın. Görüşürüz.